Xarici ölkələrdən birində işləmək ya da təhsil almaq qərarına gəlmisiniz və günlərin bir günü sosial şəbəkələrdə sizi yaxından maraqlandıran elanla qarşılaşırsınız. Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi. İlk baxışdan hər şey çox cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. Bu elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır. Onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik? Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 qaynar xəttinə müraciət edərək, konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə əlaqə saxlayıb, elanın həqiqiliyini dəqiqləşdirə, İş və təhsil təklif edən şirkətin və ya fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə və bağlanacaq əmək müqaviləsinin sürətini istəyə bilərsiniz. Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazid əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya konsulluğa müraciət etməlisiniz. İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə.